demişdi ki, ana elə sevinirəm, arzuma çatmışam, arzuladığım yerdəyim. Bir də ən böyük arzum qardaşıma layiqli qardaş olmaqdır. Ana dedi, bilirsən intiqam necə burada hörmət qazanır. Mən onların hər ikisine qürur duyduğumu demişdim. Çünki hər iki oğlum mənim nağıllarımın qəhrəmanı idi. Xocalı hadisəsin, yəni 90-cı illərdə intiqam dünyaya gəlmişdi. Hər yerdə, televiziyada eşidirdik Xocalı hadisəsin, orada olan qocaları, körpələri necə işgəncə eləyiblər, torpaqlarımız işğal altına düşüb, o ağrı acını biz də yaşamışıq. Həm 93-də bir qaynım şəhidi xəbərim gəldi, düzdür, şəhidi gətirdilər, dəfn elədik, amma qaynım sağ çıxdı. Şəhid isə Quba rayonundan ailəsinə təhvil verdik, sonra da onu apardılar, amma elə oldu 24 gün torpaqda yatan şəhidin yerinə 24 il sonra bilinmədən Nurlanım o məzarına qoyulub 2016-cı ildə. Mən dedim, bəlkə hər insan bir missiyanı yerinə yetirmək üçün dünyaya gəlir. O şəhid bizə gələndə Nurlanım dünyada yox idi. 93-də həmin şəhid bizə gəlib Əflatun adında, amma 95-də Nurlanım dünyaya gəlmişdi. Müharibə başlayanda hər iki oğlum aprel döyüşlərinin iştirakçısı olmuşdu. Bir oğlum şəhid, bir oğlum o döyüşün şahidi oldu. Və son nəfəsində qardaşı Nurlan intiqamın qucağında son nəfəsini verib. İntiqamı deyərdi ki, ona çatanda istədim eşitib bir yardım göstərim, gördüm artıq gecdi, amma nəfəsi var. Məni görən kimi gülümsədi, bu kəlməni deyə bildi. Qardaş, kəş ki, Şuraya bayraq sancılarından sonra şəhid olaydım. Sonra Nurlanım şəhadətə qovuşub. Müharibə qurtardı, yəni aprel döyüşlərində İntiqam o döyüşün şahidi oldu. Amma o gündən İntiqam öz adını qısas ləqəbi qoydu. Və özünə söz vermişdi ki, Ali Başkomandanımızın əmri, bir də ki, qocaların, körpələrin, dostlarının və qardaşının qısasını alacağına söz vermişdi. Bir də Nurlanımın arzusun, Şuşanın alınmasında nə olursa olsun mənim də bir rolum olmalıdır. Düzdür, İntiqamın xüsusi təyinatlı bölmələrin giziri idi. 2016-dan 20-ci ilə qədər dağçılıq kursunun vəzifəsində, təlimatçı vəzifəsində işləyir. Müharibə başlayanda 20-ci ildə gəlib evdə bu kəlməni dedi. Ana, mən halalıq almağa gəlmişəm səndən. Mən düşünmədən ona analıq haqqımı sənə halal edirəm. Çünki sənə güvənim böyüdür. İntiqam həmişə ordumuzun necə güclü ordu olduğunu danışardı. Hətta xüsusi təyinatlı bölmələr mənim üçün o qədər müqəddəs bir hərbi hissiydi ki, yəni onlarda necə deyim, son damla suyun belə bir-birinə bölüşəcək qədər, nə qədər gücü tükənsə belə, son gücü tükənənə qədər bir-birini darda qoymama şərtilə, onlarda birlik var idi. Mən sevinirdim ki, mənim hər iki oğlum xüsusi təyinatlı bölmələrin hərbisidir. 2020-də İntiqam o kəlməni deyəndə dedim, ana qurban, demirəm getmə, amma imkan daxilində özü qoru. Dedi, ana, bu yola mən qədəm qoyuramsa dövlətimə güvənirəm. İntiqam ilk gündən dövlətinə güvəndi. Düzdür, müharibə başladı. Oktyabrın 18-də zəng elədi evə, dedi, ana, elə sevinirəm, həm qardaşımın, həm yoldaşlarımızın, yəni şəhidlərin, həm də qocaların, körpələrin qısasını almışdı. İnşallah qələbəni qaydarıq. Mən də sevinirdim ki, böyütdüyüm övlad xalqına, vətənə layiqli övladdır. Hərbi sənədi öz arzum olmuşdu. Onları da Xocalı hadisəsinin nağılları çevirərək, balaca əsgərin simasında nağılı qəhrəmanı, mən onlara danışırdım. O nağılların əsasında Allaha inamı, xalqına məhəbbəti, dövlətinə hörməti, ən böyük hörməti bayrağına da, amma düşmənin də nifrəti güclüydü. Hər iki oğlum judo və boks ilə idmanla məşğul olurdular. Mən onların hər ikisinin xüsusi təyinatlı bölmələrin hərbçisi olduğuna görə, özlərinin doğrultduğuna görə onların hər ikisini alnından öpərdim. Ki, böyütdüyüm övlad xalqına layiqli olacaq. Düzdür, həm 44 günlük müharibə,
hem 4 günlük müharibə, bir de 44 günlük müharibənin iştirakçısı her iki oğlum oldu. O zəfər döyüşünün şehit olsalar belə iştirakçısı oldu. Onların özüne düşen payı da, yani neyi bacarırdısa şücaətlərini göstərib. Tək öz evlatlarımı demirəm. Orada döyüşen bütün oğullar, onlar eyni məqsəd, eyni amal uğrunda bu yola qədəm qoymuşdular.